kifayət qədər səhih dəlillər mövcuddur ki, Allah Rasulü, həmçinin onun əshabı Quran oxumamışdan öncə Əuzu billahi minəşşeytanirracim deyərdilər. Və sünnədə və ya sahabələrin əməlində qəribmi ki, varid olubmu ki, onlar Quran qirayətindən sonra Sədəqallahul azim deyirdilər. Təbii ki, yox. Bunu iddia edən dəlilini gətirməlidir. Və bu əməl bidətdir və dərsin əvvəlində qeyd etdiyim kimi, hər bir bidət öz müqabilində bir sünnəti aradan qaldırır. Və həmin sünnətlər unudulur və əksinə bidətlər insanlar içərisində yayılır. Və bu məsələdə də adət dəyişmədi. Həqiqətən də insanlar içərisinə Sədəqallahul azim bidəti girəndən sonra Allah Rasulunun səhih bir sünnəti insanlar içərisində unudulub, silinib getdi. O da hansı sünnədir? Quran oxuyandan sonra bu duanı etmək və ya bu zikri etmək. Subhanəkallahumma və bihamdik, la ilahə illə ənt, əstəğfiruka və atubu iləyik. Allahım, sən bütün qüsurlardan münəzzəhsən və ya səni bütün qüsurlardan həmd və səna ilə tənzih edirəm və səndən başqa heç bir ilah yoxdur, sənə istiğfar edib tövbə edirəm. Bu zikir Quran oxuyandan sonra deyilməsi müstəhəb və sünnət olan zikirlərdəndir. Hansı ki, tərk olunmuş zikirlərdəndir. Və bunun dəlili də İmam Nəsai'nin Əs-Sünənində anamız Ayşədən səhih sənədlə rəvayət etdiyi bu hədisdir. Ayşə radiyallahu anhə buyurur ki, Mə cələsə Rasulullahi məclisən qat və lə tələ Qur'anən və lə sallə salətən illə xətəmə zəlikə bi kəlimət. Anamız Ayşə radiyallahu anhə deyir ki, Allah Rasulü elə bir məclis olmazdı ki, o məclisdə otura və ya elə olmazdı ki, Quran oxuya və ya namaz qıla, o oturduğu məclisi və ya o oxuduğu Qur'anı, o Qur'an tilavətini və ya o qıldığı namazı bu kəlmələrlə bitirməyə. Hansı kəlmələrlə? Sonra hədisin axırında qeyd olunur. Yəni, Subhanəkallahumma və bihamdik, la ilahə illə ənt, əstəğfiruka və ətubu iləyik. O səbəbdən İmam Nəsai rahiməhullah bu hədisi Əs-Sünən əsərində qeyd edərkən həmin bölümün adını Mə tuxtəmu bihi tilavətul Qur'an, Quran tilavəti, Quran oxunuşu, Quran qirayəti nə ilə tamamlanır başlığı altında qeyd edir.